Salam, hər vaxtınız xeyir. Bu günləri biz ICT strategiyasını başa salacağıq bu video ilə. Öncədən bildirim ki, bu strategiya bəzən ilk başlarda çətin gələ bilər, amma üstündə işləyib öz beyninizdə inkişaf etdirdikdən sonra ən asan strategiya kimi görünəcək sizə. Bu strategiya necədir? Deyək ki, long əməliyyatlar üçün qrafik bu nümunədə göstərdiyi kimi düşür. LH, 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 yəni lower height-lar, kiçik təpələr, bir-birindən kiçik təpə. Yəni bu təpədən bu təpə kiçikdirsə, bu lower high adlanır, yəni kiçik zirvə. Və lower low-lar, yəni daha düşük, dərin diblər yaradır. Məsələn, bu dib bu dibdən daha dərindir. Bu dibə nisbətən bu dib daha dərində olduğu üçün bunlar lower low, yəni düşük qısa diblər adlanır. Və bu strategiya necə işləyir? Market bu tərzdə düşüş yaşadıqda, məsələn, daha kiçik təpələr və daha dərin diblər düzəldə gedir, amma bir yerdə dərin dib pozulur və high low yaranır, higher low yaranır. Yəni bu nədir? Ən sonuncu dib pozularaq daha yüksəkdə bir dənə dib yaradır. Onda bu sahə olur church, yəni change of character, strukturun dəyişməsinin ilk işarələrindən biridir. Yəni market düşüş xarakterindədirsə, bu xarakterin dəyişiləcəyini bildirən ilk işarədir. Bu yarandıqdan sonra market bizə lazım olacaq strukturun qırılması. Bu yaranan kimi heç vaxt pozisiyaya girmirik. Strukturun qırılması lazım olacaq bizə. Yəni boss, break of structure. Sonuncu lower high, yəni düşük təpə pozulanda da boss yaranır, yəni break of structure, struktur qırılır. Bu yaranandan sonra bizdə həmən struktur qırılmanın, yəni boss'u yaradan dibin order bloku lazım olacaq ki, o da bu nöqtəyə düşəcək və order blok daxilində ən yaxın FVG ki, biz dönüşü oradan tutaq. Və nəticədə biz burada order blokun daxilindəki FVG-dən long əməliyyata giririk. Stopu isə qoyuruq order blokun altında son iynəli şamdan bir qədər aşağıda. Və nəticədə gəlir market bizi buradan pozisiya alır və hədəf də olur buy sell liquidity, yəni satışa başlanılan yer. Burada stoplar var ki, likvidasiyalar var ki, marketin ilk hədəfi qalxıb oranı götürmək olur. Short əməliyyatlarda isə bunun tam əksidir. Necə əksidir? Yəni market qalxış trendindədir və higher high-lar yarada gedir. Yəni daha yüksək təpələr yarada gedir. Bu təpə buna nisbətən yüksək olur, bu təpə buna nisbətən belə davam edir. Və market bir yerdə son yüksək təpəni pozaraq daha kiçik təpə yaradır, yəni lower high yaradır. Və bu yaranandan sonra bura bizdə olur church. Yəni bu da yenə də marketin qalxış strukturunun dəyişdiyinin işarəsidir. Yəni psixoloji olaraq necə? Güc zəifləyir, daha yüksək təpə yarada bilmir, daha kiçik təpə yaradır. Bu dönüşə işarət verir. Burada da həmən əməliyyata girmirik. Gözləyirik break of structure, yəni strukturun qırılması. Və bu son HL, yəni yüksək zirvə pozulur, yüksək dib pozulur, üzr istəyirəm. High low, yəni bu son high low pozularaq daha dərin dib yaradırsa, bu da olacaq bizdə düşüşdə break of structure, yəni strukturun qırılması. Burada da eyni longdakı kimi yuxarıda bearish order blok axtarırıq, yəni düşüş order bloku. Order blokun daxilində ən yaxın FVG-ni işarələyirik. Onun ortalarına, yəni FVG-nin 50% ortasına və yaxud order blokun o 50% ortasına biz giriş limiti atırıq və nəticədə market gəlir, bizi həmən girişimizdən alır və düşüş yaşayır aşağı qədər. Burada son düşüş yeri hədəfimiz hara olur? Sell side liquidity. Yəni long pozisiyalarda olan likvidlikləri market dönüş eləyir, toplayır. Bu strategiyanın əsas məqsədi
smart money izlərini izləməkdir. Yəni böyük investorların hərəkətlərini izləməkdir. Ümumiyyətlə inarklikli trader, yəni IST strategiyası çox adam bəyənmir, çox adam deyir orada heç bir işə yaramır, amma bu belə deyil. Bu zaten var olan bir şeylərin, yəni order block, FVC, liquid zonalar, break of structure, bütün bunlar sell side liquidity, buy side liquidity olan şeyləri bu insan bir trader olub birləşdirib və yeni bir strategiya kimi yaranıb. Əslində bu yenilik olmayıb heç vaxt tradedə. Yəni bunun kimsə yaratmayıb. Sadəcə olaraq bu qrafik anlayışları birləşdirərək bunları kompaktlaşdırıb və nəticədə IST strategiyası yaranıb ki, bu da birjada olan smart money izlərini izləyir və daha ağıllı, daha effektiv qərar verməyimizə kömək olur. Burada var, məsəl üçün kill zonalarda olur, önəmlidir. Məsəl üçün marketin indi mən sizə əsl qrafikdə göstərəndə daha dəqiq anlayacaqsınız. Bir dəqiqə. Bu məsəl üçün BTC-də olan axırıncı pozisiyamızdır bu bizim. Biz bax bu strategiya ilə girmişik. İndi mən bunları pozum bir-bir və daha dəqiqdən başlayaq. Onda lap dərindən başa düşəcəksiniz siz nə demək istədiyimi. Belə. Deməli, baxın, deyək ki, market buradadır. Biz bunun qalxışını bilmirik, qalxacaq yoxsa yox. Market düşüş yaşayır. Baxın, belə. Düşüş. Buradan o tərəfəsi deyək ki, hələ formalaşmayıb. Bizim əməliyyata girdiyimiz yerə qədər başa salacağım sizə. Deməli, baxın, market düşüş trendindədir. Düşür. Son dip pozularaq yeni dip yaranır. Yəni, son lower low pozularaq daha high low, daha yüksək dip yaradır. Deməli, biz burada long pozisiya üçün nə dedik? Bura olur bizim üçün? Olur short. Bunu işarələyirik. Və bizə bundan sonra lazımdır bu təpənin qırılmağı ki, boz yaransın. Və gördüyünüz bu şamdan bu təpə qırılıb. Burada olur break of structure. Yəni, strukturun qırılması. Və bizə lazım olacaq order block və daxilində FVG, order block daxilində FVG. Bax, burada bizim order blokumuz olacaq. Nəyə görə? Çünki bu təpəni, bu qırılan təpənin dibi bizdə order block sayılır. Bu bizim olacaq order blokumuz. Bizə indi düzgün giriş eləməyə yer lazım idi. Bizdə gördüyünüz kimi bu şamın daxilində FVG var. Baxın burada. Biz deyək ki, limiti atmışıq buradan. Biz alış limitini atmışdıq. Buradan, bu şamın burasından. Stop loss'u qoymuşduq bura. Nəyə görə stop loss bura qoyulur, onu izah edeyim. Burada iynə uclarını görürsünüz. Yəni order blok gəlib yoxlayıb gedə bilər. Yəni buradakı son likvidlikləri alıb gedə bilər ki, yuxarıda bir nümunə göstərəcəm indi sizə ona görə. Biz gəldik, bu belə pozisiyamızı təyin elədik və bizim hədəfimiz də oldu son bura. Yəni buy sell liquidity. Tak, bura oldu. Biz buranı hədəfləmişik əməliyyatı bağlamaq üçün. Və burada indi önəmli olan iynə uclarını, o deyirlər ki, liquid sweeplər önəmli deyil. Yəni onun önəmini başa salım. Baxın, gördüyünüz kimi burada biz pozisiyaya girdik. Baxın, burada bu şamın yarısında burada girmişik biz pozisiyaya. Baxın, bu hissədə. Burada iynə ucu qaldı, likvidasiya toplandı. Və biz bura qədər qalxış yaşadıq. Yəni buradakı likvidasiyanı götürməyə. Baxın, bu iynə ucunu qalxdı, götürdü ən birinci. Bizim TP birimizi. Baxın buranı. Buranı götürdü birinci. İlk tepemiz bura olmuşdu, xatırlayırsınızsa. Bu iynə ucunu götürdü. Buranı, bu marketin funksiyası belədir ki, bu likvidlik yığa-yığa qalxır və yaxud da ki, düşür. Yəni bunu biz dəyişə bilmərik.
Biz də buradan əməliyyata daxil olduq və market gəldi, birinci tepen likvidliyi aldı, sonra düşüş yaşadı. Gəldi bizim girişimizə. Görürsüz. Niyə gəldi bu girişimizə? Bu iynə ucu nədir, nə önəmlidir? IST strategiyasında nə önəm daşıyır? Baxın, buradakı iynə ucundakı likvidasiyanı sweep elədi. Yəni likvidasiyanı aldı. Ki kimsə burada long pozisiya olanda stopu bura çəkmişdisə, gəldi bu lik sweep ilə o stopları götürdü. Burada deyilir lik sweep. Bunu aldı və yenidən qalxmağa başladı. Növbəti hədəf harda olacaq? Yuxarı qədər yerdə. Baxın, görürsüz. Burada bu şamın burasında da FVG var idi, bütöv şamın. Baxın bura. Burada dolduruldu və burada da bizim bir FVG'miz var. Baxın, 3 şamın arasında olan boşluq FVG adlanır. Yəqin ki, bu qədərini də bilirsiniz, anlayışınız var. Bu FVG-ni götürdü. FVG. Bilməyənlər üçün təkrar izah edeyim. FVG ard-arda 3 şamın ortasında yaranan, baxın, bu boşluğa deyilir. Qalxışda da, düşüşdə də. Bu indi növbəti hədəfimiz bu FVG-nin ortası olacaq. Yəni bura, yəni bizim ikinci tepemiz bura olacaq. İkinci hədəfimiz və üçüncü sonuncu hədəfimiz isə likvidliyin tam alınması olacaq. Marketin müəyyən bir qismində biz burada nəyə görə bağladıq? Məsəl üçün, burada xatırlayırsınızsa, mən qrupda dedim, bağlayırıq, stopu giriş atırıq. Nəyə görə? Çünki market buradakı FVG-dən impuls alıb dönə də bilər. İtirməmək üçün biz burada 50%-ni bağlayıb stopu girişimizə qoyduq ki, market geri dönərsə, bizim girişimizə gələrsə, biz yenə də əməliyyatı xeyirdə bağlayaq, zərərdə olmayaq. Yox, əgər market yenə də yuxarı davam eləsə, ilk öncəki hədəfimiz burada olacaq və xatırladıram ki, burada da kar payı almaq lazımdır. Çünki market yenə də həmişəki kimi buradan impuls alıb yenidən dönə bilər. Yəni stopu pozisiyanı irəlilədikdən daşımalıyıq. Biz burada alandan sonra, kar payı alandan sonra biz stopu çəkməliyik hardasa buralara. Ki artıq bu likvidliyin, bu bizim TP1'imiz bizdə burada dəstək rol oynayacaq və biz o dəstəyin altına çəkməliyik stopu. Ki market buradan impuls alıb aşağı doğru qayıtsa, biz yenə də xeyirdə qalaq, bağlayaq. Və sonuncu hədəfimiz isə buradır. Nəyə görə buradır? Çünki tam likvidliyin alınmasıdır. Burada isə pozisiyanın bir müddətini, bir hissəsini bağlayıb, kiçik bir hissəsini axıra qədər gözlətmək olar. Market çünki nə qədər olmasa qalxış trendindədir və daha yüksək kar götürmək bizə sərf eləyər. Bu strategiyada kill zonalar olur. Məsəl üçün London kill zona, Asiya kill zona, Avropa kill zona. Onlar da nələrdir? Bir də mənə elə gəlir ki, hər kəs fikir verib. Market gəlir, hərəkət eləyir, düşür. Məsəl üçün Amerika birjasının açılmağına yaxın, necə ki, baxın bu imenli bu nöqtə Amerika birjası açılmamışdan qabaq düşdü. Bu iynə ucu ilə bu likvidliyi aldı və qalxdı. Market açılmamışdan qabaq düşüş yaşayırıq. Məsəl üçün likvidasiyanı alırıq, ovluyuruq və market açılandan sonra, birja açılandan sonra Amerika birjası, deyək ki, Amerika birjası, bu Asiyada ola bilər, Avropada ola bilər. Açılandan sonra isə market əsl istiqamətinə dönür. Və eləcə də düşüşdə biz məsəl üçün düşüş əməliyyatındayıqsa, indi onun nümunəsi yoxdur. Düşüş əməliyyatındayıqsa, məsəl üçün Amerika bazarı açılmamışdan qabaq qalxır, bazar qalxmış kimi göstərir özünü, necə deyirlər, trolluyur treyderləri, qalxır, likvidasiyanı toplayır və bazar birja açılandan sonra əsl istiqamətinə doğru düşüş yaşayır. Əslində bu qədər sadədir. Bu dərsdən sonra özünüz də araşdırmalarınızı eləsəz, bu strategiyanı daha dərindən öz beyninizdə inkişaf elətdirsəz, əminəm ki, sizə çox-çox faydası olacaq ki, bunu boş hesab eləyənlər də var. Mən onlara bir söz demirəm. Yəni hərənin öz strategiyası var, hərə öz strategiyasında uğurludur. Məndə də bir neçə strategiya var. Bu da onlardan biridir, amma sizə əminliklə deyə bilərəm ki, heç bir indikator olmadan, heç bir əlavə fikir formalaşdırmadan, heç bir xəbər güdmədən, xəbər trade eləmədən strategiyaların arasında ən işə yarayan, ən effektivisi bu strategiyadır. Belə, diqqətiniz üçün təşəkkür edirəm. Gələn dərslərə qədər.